Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlar tərəfindən Astara rayonu ərazisində keçirilən növbəti əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkəyə küllü miqdarda narkotik vasitə gətirməyə cəhd edən şəxslər ifşa olunublar. Tədbirlərlə əvvəllər məhkum olunmuş 38 yaşlı Tural Bəkirov və 53 yaşlı Mehman Abdurrahmanov saxlanılır. Abdurrahmanov, Mehmanov. Rahmanla danışdıq. Gəldim bura dedi ki, get orada belə manixarıva götürəsən. Onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 45 kiloqram marihuana, eləcə də 650 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma, əməliyyat, profilaksik tədbirlər davam etdirilir.